Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump, Bibi güclü insandır, sizə məhz belə biri lazımdır. Bibi Netanyahu güclü insandır, bəzən çox çətin biri ola bilər, amma sizə güclü insan lazımdır. Əgər İsraildə zəif lider olsaydı, bu ölkə indi mövcud olmazdı. Onlar bir çox digər liderlərin dövründə yaşaya bilməzdilər, amma indi hər zamankindən daha güclüdürlər. Bizim Bibi ilə təxminən 5 dəqiqəlik görüşümüz oldu və bu müddətdə 3-ə yaxın problemi artıq həll etdik deyə Trump bildirib. Trump Netanyahunun əfv olunması barədə. Bunu necə etməmək olar? O, hərbi baş nazir, qəhrəmandır. Onu bağışlamamaq necə mümkündür? Başa düşürsünüzmü? Məncə bunu etməmək çox çətindir. Mən İsrail prezidenti ilə danışdım. O dedi ki, bu məsələ artıq prosesdədir. Bibi is a strong man. He can be very difficult on occasion, but you need a strong man. If you had a weak man, you wouldn't have Israel right now. Israel would have been, Israel with most other leaders would not exist today. They would not exist, and now they're stronger than ever. Yeah,